Bugün elə bir məsələyə toxunmuşsunuz ki, həqiqətən də Qurbanov Sədi Məhərrəmoğlu haqqında danışmaq mənim üçün həm çətindir, həm də çox şərəflidir. Mən uşaqlıqdan Qurbanov Sədini tanıyırdım. Ona görə ki, Qurbanov Sədi mənim qardaşım rəhmətli İmdad İsmailovla bir sinifdə oxumuşdu. Hər ikisi məktəbi əlası qurtarmışdılar. Hər ikisi qızıl medala layiq idi. Qurbanov Sədi mən anadan olan vaxtı onlar məktəbi qurtarmışdılar. Hardasa mənim 1 yaşım var idi. Elə uşaqlıqdan mən həm ailəni, həm də Qurbanov Sədini yaxşı tanıyırdım. Hələ uşaqlıqkən yadımdadır, orta gənc vaxtlarında bizim kənddə 3 nəfər var idi ki, onlar həkim olaraq kəndimizə gələndə həmin insanların qapısında növbələr olurdu. Kənd sakinləri gedirdilər onlara, bütün dərdlərini deyirdilər, xəstəlikləri haqqında danışırdılar. Onlara, həmin insanlar onlara köməklik edirdi. Bunlardan məsələn Qurbanov Sədi idi, Məhərrəmoğlu. Onun bacısı var idi, Allah rəhmət eləsin, Qurbanov Fatimə Məhərrəm qızı. Aliyev İsmail Məmmədoğlu. Həmin insanlar yay vaxtı kəndə gələndə dincəlmək üçün gəlirlər, amma onlar dincəlmirdilər. Xalqın qayğısına qalırdılar, elin, obanın, cəmaatımızın qayğısına qalırdılar, əllərindən gələni eləyirdilər. Sonra biz köçdük, gəldik Azərbaycana, hansı ki, deportasiya olundu 1988-ci ildə. Ondan sonra Sədi ilə daha da yaxşı münasibət qurduq və onunla tez-tez görüşürdük. Xeyir işlərdə, yazda və başqa yerlərdə görüşəndə münasibətimiz həmişə yaxşı olub. Sədi doktor haqqında çox gözəl sözlər, onun gördüyü işlər haqqında çox gözəl məlumatlar toplayırdıq. O, əlbəttə ki, bir artistli oğlu olaraq həm mənə, həm də bizim elimizə, obamıza şərəf verirdi. Ona görə ki, elmin, obamın yetişdirdiyi bir insanın bu qədər gördüyü xeyirxah işləri eşitmək, duymaq, onu həqiqətən də adama fərəh verirdi. Biz 2020-ci ildə bu Arçut idmasını yaradanda, onda özümüz yaradanda böyüklərimizlə, ağsaqqallarımızla məsləhətləşdik, onlardan da xeyir dualar aldıq. Elə onlardan da biri və bəlkə də birincisi Qurbanov Sədi Məhərrəmoğlu idi. O həm xeyir duasını verdi, həm də bütün gördüyümüz və görəcək işlərimizin həmişə bizimlə bir yerdə və bizim arxamızda həm maddi, həm mənəvi dayaq kimi bizə köməklik edirdi. Sədi doktor haqqında danışmaq, həqiqətən keçmişdə danışmaq biz üçün çox çətindir. Çünki biz onu həmişə sağlam, üzü gülər, yəni ki, xəstələrin qabağında yəni bir həkim duruşu ilə fərqlənən bir həkim kimi tanınmışıq. Mən 1995-ci ilin yanvarından ilk dəfə işə gələndə Sədi doktorla tanış olmuşam. Sədi doktor həmin vaxt 23 nömrəli şəhər poliklinikasında həm cərrah, həm də Həmkarlar Komitəsi təşkilatının sədr vəzifəsində işləyirdi. Sədi doktor bizə demək olar ki, qələm tutmağı, səhiyyənin, yəni tibb idarə etməsinin sirlərini çox gözəl bildiyi üçün heç bir həkimdən öz təcrübəsini əsirgəmirdi. Gözəl cərrah, gözəl insan, gözəl ailə başçısıydı. Sədi doktoru həm də ailəvi tərəfdən tanıyırdım. Çünki Sədi doktor mənimlə bir qəsəbədə, Bakıxanov qəsəbəsində yaşayırdılar və oğlu Fəridi, oğlu Rəşadəti də yaxından tanıyıram. Yoldaşı, yəni ginekoloq yoldaşını da yəni dərindən tanıyıram. O da Qərbi Azərbaycandan idi. Həmişə Sədi doktorda yadımda qalan bir xüsusiyyət var idi. Sədi doktor vətənə, torpağa bağlı bir insan idi. İnternetdən o öz evlərinin, yəni kəndlərinin şəklini
hadansa əldə etmişdi və o evlərinin şəklini şəxsən mənə bir-iki dəfə göstərib deyirdi, bax bu bizim evdir, bu bizim evin arxasında falan qonşumuz yaşayırdı. O qədər ürəklə danışırdı ki, deyirdim, kaş doktor o gün olaydı, bizim torpaqlarımız geri qaydardı və siz də öz torpağınıza gedib o evinizi yad elərdim. Sədi doktorun, yəni ki, rəhmətlik atası, anası ilə də yəni tanış olmuşam, bacısı rəhmətlik demək Salyan rayonunda işləyən Fatma xanımla. O da gözəl həkim idi. Heyf ki, o da vaxtından qabaq yəni dünyasını dəyişdi Fatma xanım da. Sədi doktor Hövsan qəsəbəsinin ən sevimli, yəni cərrahı, həkimi. Hətta burada yaşayan, yəni qərib Azərbaycanlılar çox olduğu üçün qohum əqrəbəsi də çoxu burada yaşayırdı. Ən sevimli, istəkli adam idi. Nə işləri olurdu, nə sözləri olurdu, çətinlikləri olurdu. Biz həmişə görmüşük ki, onlar hamısı Sədi doktora müraciət edirdilər. Mən doğrudan da keçmişdə olan bir hadisə kimi danışmaq mənim üçün çətindir. Sədi doktoru, yəni ki, mən xatirimdə həmişə, yəni ki, savadlı, ixtisaslı cərrah, səhiyyəni, ömrünü səhiyyə həsr etmiş bir insan kimi, bir vətənpərvər insan kimi, torpağı üçün, ailəsi üçün, vətəni üçün canından keçməyə hazır olan bir insan kimi xatırlayıram və xatırlayacağam. Sədi doktor çox gözəl insan, çox gözəl baş həkim, çox gözəl təşkilatçı olub. Allah ona qəni-qəni rəhmət eləsin. Mən 11 il doktorla bir yerdə işləmişəm. Həm savadlı cərrahımız olub. Yəni dəfələrlə bizim onunla xəstə müzakirələrimiz olub. Böyüyə, kiçiyə, hər kəsdə hörmətlə yanaşan bir adam olub. Yəni mən onun nəvəsi yaşında olsam da, doktor hər zaman mənə Aynur xanım deyə müraciət eləyərdi. Yəni heç yadımdan çıxmaz. Həmişə deyirdi ki, Aynur xanım, sizsiz bizim işimiz keçmir. Çünki bizim xəstələrimiz ortağı olurdu bəzən. Həm nevroloji, həm travmatoloji. Yəni doktor uzun müddət bizim yaddaşlarımızda qalacaq. Çox gözəl insan olub həqiqətən. Adi tibbi kartaların yazılmasında doktor həmişə bir sözü var idi. Bizə deyirdi ki, siz düşünün ki, bu kartanı özünüz üçün yazmırsınız, hüquq mühafizə orqanları üçün yazırsınız. Səhərki gün bunlar araşdırıla bilər. Sonra biz doktorla dəfələrlə evdə xəstə çağırışlarında olmuşuq. Hətta elə çağırışlar olurdu ki, Hövsan kənddə, məsəl üçün, uzaq bir ərazidə olurdu bəzən. Doktor məni tək qoymasın deyə məndən gedirdi ki, gəlin mən də sizlə gedim, siz hələ təzəsiniz, tək tanımırsınız Hövsanı. Və həmişə də müdafiə eləməyə çalışırdı məni. Yəni bir qızı kimi məni doğrudan çox istəyirdi. Və bugünkü uğurlarımıza görə biz doktora doğrudan çox borcluyuq. Yəni ondan çox şey öyrənmişik. Həm həkim kimi, həm sənədləşmə işlərində. Tədbirlərdə doktorla çox iştirak eləmişik birlikdə. Yəni həmişə də hər kəsə qarşı diqqətli, düşüncəli olub. Adi tədbirlərə gedəndə belə işçiləri fikirləşirdi ki, kimin maşını yoxdursa, ya öz maşını ilə aparırdı, ya özü taksi tuturdu ki, qızlar rahat gedib gəlsinlər. Sədi həkimi 1980-ci ildən əslində tanıyıram. İnstitut qutarı bu vaxtı Cəlilabad rayonuna təyinatla göndərmişlər bizi. Orada bir müddət 3 ilə yaxın işlədik. Sonra iş elə gətirdi ki, 93-cü ildə gəldim Hövsana 20 nömrəli poliklinikaya. Gəldim Sədi həkimi gördüm, burada cərrahdır. O vaxtdan elə Sədi həkimdən hardasa 30 ilə yaxın işlədik. Sonra Sədi həkim elə bir hardasa 15-20 ilə yaxın 20 nömrəli şəhər poliklinikasının baş həkimi oldu. Olduğu müddətdə də həddən artıq tələbkar, işə ciddi yanaşan, bütün xeyir şər işlərində hamısından yaxından iştirak edən, çox savadlı həkim idi. Allah rəhmət eləsin. Mən 8 ildir Sədi doktorunun klinikasında kardioloq kimi çalışıram. Ondan öncə də doktoru poliklinikanın baş həkimi kimi tanıyırdım, amma bura işə gələndən sonra doktoru lap yaxından tanıdım və həqiqətən mən deyərəm ki, bugünə qədər mənim tanıdığım, bildiyim insanlardan, ən gözəl insanlardan biri doktor idi. Allah onun ruhunu şad eləsin, məkanını cənnət eləsin. O həm rəhbər kimi, həm kollega kimi, həm bir böyük ata kimi hamımıza hər zaman dəstəkçimiz olub. Ən çətin anlarımızda, ən xoş günlərimizdə doktor həmişə yanımızda olub, heç vaxt bizi tək buraxmayıb, heç vaxt bizi yalnız qoymayıb, hər zaman gözəl günlərimizdə bizi
8 Mart olsun, digər bayramlarda olsun, hər zaman bizi gözəl anıb, gözəl təbriklər eləyib. Yəni çox bugünkü gün çox biz kədərliyik doktor itirdiyimizə görə. Yəni tək sağlam həyat klinikası yox, mən deyərəm ki, bütün Hövsan əhalinin həkimi bugünkü gün dünyasını dəyişdi. Söz tapmıram deməyə. Allah ruhunu şad eləsin, Allah o dünyasını versin. Mən deyərəm ki, doktor kimi insanlar bir də bu dünyaya gəlməsin. 1987-ci ildən 23 saylı poliklinikada Sədə doktorla bir yerdə işləmişik. Gözəl insan, gözəl həkim, gözəl cərrah, gözəl ailə başçısı. Mən nə deyim onun haqqında? Deyiləsi sözlər çoxdur. Neçə illər bizdə baş həkim vəzifəsində çalışıb. Sonra mən yaşımla əlaqədar pensiyaya çıxmışam. Yenə Sədə doktorun klinikasında o bizə qucaq açıb. Onun haqqında deyiləsi sözlər çoxdur. Hər bir insana xüsusi qayğı ilə övladımız xəstə olub, müraciət eləmişik. Bəzi problemlərimiz olub, Sədə doktor bizə həmişə böyük hörmətlə, böyük məhəbbətlə, ata deyə bilməzdim, cavan idim. Qardaş qayğısı görmüşük ondan. Ömrü boyu minnətdarıq ki, belə bir insanla biz işləmişik. Allah rəhmət eləsin. Gözəl insan, gözəl ailə başçısı, nə deyə bilərəm? Məkanı cənnət olsun, qəbri nurla dolsun. Biz həmişə onu yaxşı hisslərlə xatırlayacağıq. Hər adama nəsib olmur ki, bu gözəl, yaxşı hisslərlə onu xatırlasınlar. 20 ildir işləyirəm burada. Təsəvvür elə, Sədə doktorun bu dünyadan köçməsi bu klinikaya çox bir, elə bil ki, ağır bir itki oldu. Tək klinika üçün demirəm, tam bu, yəni Hövsan əhli üçün. Bütün xəstələr, eşidənlər, bilənlər hamısı o qədər təəssüflənirlər ki, yəni bunu sözlə ifadə eləmək çox çətindir. Sədə doktor burada hamıya arxa, dayaq, ata qayğısı, qardaş qayğısı, necə deyim, onu sözlə ifadə eləmək çox çətindir də. Sədə doktor çox nadir insanlardan biri idi. O savadına görə, insanlığına görə, qabiliyyətinə görə təsəvvür elə, mən onu təsəvvür eləyə bilmirəm. O cürə ikinci bir adam mənə elə gəlir ki, mən elə o cürə insana rast gəlməmişəm daha indiyənə qədər. Hardasa mənim az qalır 70 yaşımı yaxalamağa, daha hardasa 69 yaşım var. Çox yerdə işləmişəm, çox məsələ görmüşəm, getmişəm, kollektivdə olmuşam. Amma yenə də deyirəm, bunu kimi insana mən rast olmamışam. Hər bir insana onun öz dilində danışan bir adam idi bu. Allah ona qəni-qəni rəhmət eləsin. Yəni, onu indi belə deyək də, biz elə bilirik ki, bu kollektiv üçün deyirəm də, kollektivin adamları elə təsəvvür edir ki, bu adam dünyadan getməyibdir. Harasa elə bilirik ki, bir qonaq mı gedib, yoxsa necə bir yerə, harasa bir iş üçün mü gedibdir. Bu, elə bil ki, biz onu gözləyirik ki, ha, bu dəqiqə gələcək, ha, bu dəqiqə gələcəkdir. Bax, belə çox gözəl, İnanılmaz dərəcədə mən onu bilmirəm, təsəvvür eləyə bilmirəm ki, onu necə adlandırım, necə onun adını çəkim, necə deyim ki, bu insanlara, məsəl üçün, deyim ki, bax, bu cürə insan idi də, yenə də qəni-qəni Allah rəhmət eləsin, çox böyük itki oldu. Mən elə deyərdim ki, bu zona üçün çox böyük itki oldu. Biz kəndimizin həmrəylik günü keçirən vaxtı Sədə doktor bizimlə oldu və bizə maddi və mənəvi dəstək oldu. Həmin tədbirin keçirilməsində bir stolun demək olar ki, 12 nəfərin pulunu özü ödədi və o insanlara dəstək oldu. Kimin ki imkanı yox idi, həmin insanların dəstək oldu. Biz mütəmadi görüşürdük və onunla məsləhətləşirdik. Həmişə də o insandan gördüyümüz qayğını, sayğını, bizə olan dəstəyi, bizə olan məsləhətləri həqiqətən də valihedici idi. O insan haqqında işləndə mən onun maraqlanırdıq. Onun o işlədiyi ərazidə, hansı ki, Suraxanı rayonu Hövsan qəsəbəsində fəaliyyət göstərmişdi. Orada böyük ad qazanmışdı, böyük nüfuz qazanmışdı.
o insanın başına and içirdilər. Demək olar ki, Hövsan qəsəbəsi həmin insanın başına and içirdi. Onun o xeyirxahlığı, onun bütün Hövsan qəsəbəsi üçün əlindən gələni eləmişdi, eləyirdi də. Həm poliklinikanın baş həkimi idi, sonradan təqaüdə çıxandan sonra özünün klinikası var idi, klinikada işləyirdi. Kasıb və imkansız insanların həmişə əlindən tutmuşdu, həmişə yardım eləyirdi. Nəinki orada yaşayan, o cümlədən bizlər tərəfindən, bizim elimiz, obamız da müraciət eləndə onu məmnuniyyətlə qəbul eləyirdi və onlara əlindən gələni əsirgəmirdi. Məktəbimizin 100 illiyini keçirdiyimiz tədbirdə də yenə də Sədri doktor orada iştirak elədi. Yəni deyim ki, Sədri doktor orta məktəbi də qızıl medalla qurtarmışdı. O bizim fəxrimizdir, fəxri qonaq kimi həmin tədbirə də dəvət eləmişdi. Məmnuniyyətlə də həmin tədbirdə iştirak elədi. Həmin insanın itkisi demək olar ki, bizə böyük bir zərbə oldu. Bilirsinizmi necədir? Sədri doktorun bir var ki, insan deyir evdən gedər, bir var ki, insan eldən gedir. Sədri doktoru biz itirməklə biz çox böyük şey itirdik. Ona görə ki, o insan həm elimizə, həm obamıza, həm də millətimizə, dövlətimizə lazımlı, labud bir insan idi ki, onun itkisi bizim üçün çox ağır oldu. Mən həmin günü onun ölüm xəbərini eşidəndə çox sarsıldım. Həddindən artıq sarsıldım. Bilmədim nə məsələdir. Amma Sədri doktor, mən qardaşımı itirəndən sonra elə bil ki, o mənə böyük qardaş idi. Həm himayədar idi, həm mənim məsləhətdaşım idi, həm mənim bütün qayğılarımı, istəklərimi o insanla bölüşürdüm və o mənə və bizlərə həmişə dəstək olurdu. Hörmətli Səbir həkimi buraya dəvət edirəm. Buyursun. Sədri doktor da yaxın qurbatıdır, Sədri doktor. Nailiyyət, məktəbimizin də əsas nailiyyətlərindən biri də bizim məktəbdən 3 nəfər qızıl medal alır, 4 nəfər gümüş medal alır. Qızıl medal alanlardan biri Sədri doktor, canlış əfsanədir, burada yanımızdadır. Sədri doktorun bütün məktəb ərzində qazandıqları, tərif kromataları, onun medalı 1968-ci ildə qutarır. Bütün tərifat, bunların hamısı bu insanın nailiyyətləri, ondan sonra yenə də məktəbimizin nailiyyətlərindən, yaxşı oxuyan əlaçıların
atestatları bu. Sədi doktorun öz atestatıdır. Bax bu. Sədi Məgərrəmoğlu. Bax. Beləncə insanlar həqiqətən də bizə yararlıdır. Sədi doktor, biz necə ki bizim kəndin üzünü ağ eləmişsə, Allah da sizin üzünüzü açsın. Sağ olun. Bir şey bildirmək istəyirəm ki, Arşid Orta Məktəbinin müəllimlərinə çox minnətdaram. Ancaq onlar təkcə müəllim yetişdirməyiblər. Onlar cürbəcür ixtisaslar üzrə tələbələr yetişdiriblər. Onlar indi hamısı ixtisaslı kadrlardır. Mən öz sahəmə aid olan sahəni demək istəyirəm, yəni həkimlik sahəsinə. İlk dəfə deməli Arşid Orta Məktəbindən həkimlik sənətinə yiyələnən Mamedov Mamed Yusifoğlu olubdu, o mənim dayımdır. Ondan sonra ikinci Arşid Orta Məktəbinin yetirməsi Qurbanov Sədi Məhrəmoğlu olubdur. Orta məktəbi qızıl medalını qutarıbdır. Sədi doktor haqqında çox uzun danışmaq olar. Çünki Sədi doktor elə şagird dövründən də həmişə kəndimizin Arşid kənd Orta Məktəbinin qabaqcıl şagirdlərindən biri olub. Eyni zamanda qızıl medalla orta məktəbi bitirmiş və müvəffəqiyyətlə Tibb Universitetinə daxil olmuşdur. Mən ona demək istərdim ki, Sədi doktor doğrudan da həmişə Arşid cəmaatı üçün, gənclər üçün, Arşidin orta məktəbinin buraxılış illərində istənilən ali məktəbə hazırlaşan abituriyentlər üçün həmişə o bir favorit olmuşdur. Sədi doktor həm yaşadığı dövrdə, həm həkimlik fəaliyyəti göstərdiyi dövrlərdə fərqlənmişdir, seçilmişdir və ən əsas onu deyə bilərəm ki, sözün əsl mənasında əsl el ağsaqqalı idi. Sədi doktor bizim Arşid kənd icmasının yaranmasında belə çox böyük əməyi olmuşdur. Böyük mənəvi, maddi dəstəyi olmuşdur. Bir haşiyə çıxa bilərəm ki, bizim bu qəbirstanlıq işində, yəni qəbirstanlığın abadlaşması işində lap yaxından kömək eləmiş, həmişə bizə dəstək olmuş, bizə rəhbərlik eləmiş, ağsaqqallıq eləmiş bir şəxs idi. Çox heyf ki, Sədi doktor hal-hazırda aramızda yoxdur. Biz onun nə qədər səmimi, nə qədər alicənab bir şəxs olduğunu ən son vaxtlar daha da dərindən hiss elədik. Bizə o qədər yaxından kömək elədi ki, o qədər bizə necə deyirlər, dayaq durdu ki, biz heç vaxt onu unutmayacağıq. Allah Sədi doktora rəhmət eləsin, onun gələcəkdə bizim elimiz, obamız, gənclər heç vaxt onu unutmayacaq. Və onu da deyə bilərəm ki, Sədi həkim özü ailəliklə evladları da, həyat yoldaşı da həkimdilər, həmişə xalqa xidmət eləmiş bir şəxslərdəndirlər. Sədi həkimin həkim kimi fəaliyyəti göz qabağındadır. O uzun müddət baş həkim işləmiş, eyni zamanda çoxlu yetirmələri var, həkim yetirmələri. Hansı bir müəssisədə işləsə də orada həmişə həm ağsaqqal kimi, həm bir qayğıkeş insan kimi və səmimi bir həkim kimi öz fəaliyyətini davam elətdirmişdir. Bir daha deyirəm ki, Allah rəhmət eləsin Sədi doktora, çünki onun hal-hazırda bizim aramızda olmaması bizim üçün çox ağrılıdır. Bizim poliklinikanın ümumiyyətlə Bakı şəhərində tanınmasında Sədi doktorun böyük əməyi vardı. Biz işə gələrkən Sədi doktorun rəhbərliyi dövründə Sədi doktor 1997-ci ildə bizdə baş həkim işləyibdi və həmin ildə bizim səhiyyə kadrları hamısı cavan kadrlar idi. İctimai tədbirlərə gedərkən bizim poliklinika həmişə aktiv iştirak edirdi Sədi doktorun rəhbərliyi ilə. Və cavan kadrlar olduğumuz üçün hamımızın körpə uşaqları var idi. 2 yaşında, 3 yaşında, 4 yaşında və bütün tədbirlərə
Biz də yəni ki, məcbur uşaqlarımızla bərabər gəlirdik. Onlar da çünki konsert tədbirləri də olurdu. Və Sədi doktorun bir insani keyfiyyəti ondan ibarət idi. Çox qayğıkeş idi. O həmişə həmin tədbirlərə gəldikcə əlində dolu sumkalarla gəlirdi. Şirniyyat, dondurmalar alırdı ki, bizim uşaqlarımız orada yəni ki, başqa yerə getməsinlər, mağazada nəsə ağlayan vaxtı hamının əlində konfet, şirniyyatlar olurdu ki, bizim özümüzü də cavan kadr kimi biz onu həmişə özümüzə ata kimi bilmişik. Çünki hər bir məsləhətimizi ondan alırdıq. Bilmirəm, Sədi doktoru insan kimi yəni ki, təsəvvür eləmək üçün sözlər bizə yetərli deyil. Çünki o qədər müsbət xasiyyətləri var idi ki, İnsan yəni ki, onu açıb bütün sözlərlə yəni yaxşı filosof olmalısınız ki, filolog olmalı ki, onu öz sözlərimizlə idarə edilməli. Bir kəlmə sözlə deyə bilərəm ki, Sədi doktor yəni həqiqətən insan idi. Yəni insan sözü böyük mənada, yəni böyük hərflərlə bir insan kimi, yəni ki, həmişə bizim kollektivin yadında qalacaq. Böyük təşkilatçı, böyük insan, qayğıkeş insan və savadlı cərrah, həkim kimi yadımızda qalacaq. Əməli salih adam o dünyada da elə salih kimi o cənnətlikdir. Ona görə ki, bütün işlərin hamısı xeyirxahlıqla olmuşdur. Bütün işləri, bütün gördüyü əməllərin hamısı salih işlər idi, pak işlər idi. Həqiqətən də insan bugün də mən inanmıram ki, eləsi bir insanı biz itirdik. Adam söz tapa bilmir ki, nə desin. O qədər, o insan haqqında məsələn 5 dəqiqə, 2 dəqiqə danışmaqla bunun həyatını, onun gördüyü işləri demək olmur. Ona görə ki, onu sadalamaqla, gərək günlərlə, saatlarla vaxt lazımdır ki, o insanın gördüyü işlərdən danışasan, onun əməllərindən danışasan. Ona görə də mən bugün Arsuz Gəncə İcmasının sədri kimi həqiqətən də Sədi doktora Allahdan rəhmət diləyirəm. Mən o vaxt bura təzə işə gələndə 2020-ci ildə mən bura təzə işə gəlmişdim. Sonra Qurbanov demişdi ki, qızım demişdi, o vaxt mən felşer idim, ixtisasım felşerdir. Səni mən Hövsan Arəsə stansiyasına yollayıram, orada işləyəcəksən, cavan kadrsan. Və orada mən 2020-ci ildə fevralın 20-si mən işə başladım. 500 nəfər qədər işçi var idi orada. Həmişə maraqlanırdı ki, görüm necə işləyir. Hamısı da həmişə deyir ki, qızım səndən çox razıyam. Oradakı işçilər də səni tərifləyir, işi bacarırsan. Hətta zarafat deyirdi ki, eşitdim oradakı bina var idi, qaçqınlar qalırdı. Onlara da baxırsan deyirdi, zarafat edirdi. Amma doğrudan da mən hamısına baxırdım ki, yəni o mənə inanıb yollayıbsa, eləyirdim. Deyirdi, səni burada saxlayaram qızım, yazı işlərdə. Amma deyirdi, cavan kadrsan, sənə təcrübə lazımdır. Allah Sədi doktora rəhmət eləsin. Atam barəsində keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Ona görə ki, indiyənə qədər də 30 gündür keçib vəfatından. Amma indiyənə qədər hiss edirəm ki, adam hələ buralardadır, yanımızdadır. Atam əsl həkim olub. Əsl həkim deyəndə xəstənin həmişə qayğısına qalan bir həkim olub, bir insan olub. Onun üçün öz işi, öz sənəti həmişə birinci yerdə idi. Uşaqlıqdan evimiz həmişə pasientlərlə doluydu. Məsəl üçün, elə bir günümüz yox idi ki, elə bir gecəmiz yox idi ki, qapının zəngi çalınmasın. Kimsə qapını döyüb atamdan dərdinə müalicə üçün kömək istəməsin. Və uşaqlıqdan da elə mən də bunu görüb, əlbəttə ki, atam kimi həkim olmaq istəyirdim. Mən doktorun böyük oğlunun yoldaşıyam. Sən mənim üçün təkcə qaynata yox, yeri gələndə ata, dost, məsləhətçi,
bəzən baba, bəzən müəllim, hər bir şey olurdu. Sərdayın yeri bizim ürəyimizdə tamam fərqli bir yerdədir. Biz hələ də onun yoxluğuna inana bilmirik. Mənə ailəmizdəki uşaqlar, yoldaşım hələ də elə bilirik ki, ruhu bizləndir. Yəni, bir insan olaraq qəlbi o qədər gözəl idi ki, hər bir şeydə, hər bir çətinlikdə bizim birinci məsləhət alacağımız insan, birinci ən çətin işlərimizdə yol göstərən insan, ən yaxşı işlərimizdə xeyir duanı verən insan Sərday idi. Atam böyüklə böyüdü, uşaqdan uşaq idi. Hamı üçündəki, hamı ilə dil tapırdı. Hamının dərdi onun üçün öz dərdi kimi yaxın idi. Hamının dərdini öz dərdi kimi qəbul edirdi. Ona görə də hamıya kömək eləməyə çalışırdı. Atam öz sahəsi belə olmadığı halda pasientlərə çalışırdı yardım eləsin. Öz köməyini göstərsin. Hətta zəng edib pasiyenti yönəltdiyi halda zəng edib bu həkimlərlə danışırdı, tapşırırdı ki, onun əzlərinə tam yaxından baxılsın. Atam təkcə mənim valideynim deyil, həmçində ətrafda olan bütün insanlarının, qonşularının, iş yoldaşlarının, kəndçilərinin, hamının əzizi idi. Dediyim kimi, atam hamı ilə dil tapırdı, hamının qəlbinə açar tapıb, hamının eşidərdi, hamının dərdini eşidib, öz məsləhətlərini, tövsiyələrini verərdi. Sözü məktəbimizin direktoruna görək nə söhbət edirsiniz. Sağ olun yoldaşlar. Əlbəttə, bugünkü sevincimizin həddi hüdudu yoxdur. Belə ki, Səbi bizim məktəbimizin ən ictimaiyyətçi, ən tərbiyəli, həm də əlaçı şagirdlərindən olmuş və məktəbimizin bugün adını göylərə qaldırmışdır. Mən arzu edirəm ki, Səbi bu namuslu əməli ilə təkcə məktəbimizi deyil, həm də kəndimizin adını göylərə qaldırsın. Sədi öz arzusuna çatdı. Hər sənətkarın bir arzusu var. Sənətkarlar da arzu edirlər ki, öz sənətinin bəhrəsini, sevincini görsün. Elə bugün məclisdən istifadə edərək mən də demək istəyirəm ki, qoy bizim müəllimlərimiz beləki tələbələrin sayı daha çox olmaq üçün daha yaxşı dərs keçsinlər, səmərəli öz vaxtlarını istifadə eləsinlər. İndi vəkil müəllim dedi ki, vaxt dəyişir. Bilik daha üstün tutulur. Arzu edirəm, qoy hamı öz arzusuna çatsın. İnsanın da yaşadan öz arzusudur. Çox sağ olun. Bugünkü süfrə ən gözəl süfrələrdən birisidir. Elimizin, obamızın irəliləyişi deməkdir. Hamımız, xalq, sevinir ki, gənclərimiz yüksəldir. Sədi bugün gözümüzdə, həqiqətdə, aləmdə yüksəlir. Qoy sağ olsun. Bizim bir il bundan əvvəl dediyimiz sözü yerinə yetirir. Halal olsun. Mən el arasında da tövsiyə edirdim və deyirdim, təbliğ edirdim ki, Sədi bu çökəklərdir. Təmbək vadisində olan şagirdlərin ən yaxşısından birisidir. Gələcəkdə bizim etimadımızı, adımızı yüksəldəcək. İndi Sədiyə baş qoyuruq. Ona deyirik ki, Sədi, bugünkü adını gələcəkdə daha da şərəflə qoyuruq. Bizim gələcəkdə ən böyük fəxrimiz olur. Ancaq mən onu da demək istəyirəm ki, Sədi bu ada layiqdir. Gələcəkdə bu işin öhdəsindən gələcək. Qoy Sədi sağ olsun, süfrəçi yoldaşlar da ona şahid olsunlar ki, Sədi gələcəkdə bizim mağazımızı çəkəcək. Əziz valideynlər, mən də sizin qarşınızda özümə söz verirəm ki,
bugünkü etimadı neçə illər bundan sonra da doğrudan bütün elimizin, obamızın adını, şərəfini bütün vətənimizin hər bir yerində daha da yüksəklərə qaldı. Mən bu süfrəni bir il bundan əvvəl Sədinin Artüz kənd orta məktəbini qızıl medalla qurtarması münasibətilə burada keçirdiyimiz süfrənin davamı kimi qeyd etmək istəyirəm. Doğrudan da insanın həyatında günlər, illər çox tez keçib. Elə bil ki, o gündən bu günə qədər heç bir gün qədər vaxt keçməmişdir. Bugün Sədi Tibbi İnstitutunun birinci kursunu əla qiymətlərlə bitirib, doğma kəndimizə, ailəsinə dincəlməyə gəlmişdir. Sədi, xoş gəlirsən. Deyirəm, qoy bu halda Sədi öz cavab versin, görək. Özünə nə söz verir ki, Güldə qalan uşaqlar haqqında özünə çatırmaq istəyir yox. Sağ ol Allah'ım. Sağ ol. Söz verirəm ki, sizin qarşıya mənim qarşıma qoyduğunuz təkliflərinizi yerinə getirəm. Ay, sağ ol. Bir il bundan qabaq Sədinin ali məktəbə qəbul olması münasibəti ilə toplaşmışdıq. Qoy Sədi sağ olsun. Sədi bizim etimadı doğrultdu. Bundan sonra olan etimadımız da doğrultdu. Daha yüksək dərəcələrə qalsın. Bilirəm ki, bu il həm Fatmanın qurtarması və həm də Sədinin Əla Bakıovniki atasına təqdim etməsi ilə əlaqədar olaraq atasında böyük sevinçli əməl əlmişdir. Həməşə sevincək olsun. Görək Məhərrəm nə arzulayır? Sağ ol, vəkil müəllim. Mən bugün bir böyük sevincəklik hiss edirəm ki, Sədinin institutun 2-ci sınıfa keçməsi, Fatmanın da bir yaxşı məktəbi qutarıb, instituta Tərif qramatasından getməsi daha məni sevindirir. Nəinki məni, mən belə istəyirəm ki, məni yox, onun müəllim kollektivini və bütün qoğublarını. Deyəm, anası nə demək? Hadi ustam bir ileri gəl görür. İkicə kəlmə nə arz edirsən Fatma haqqında deyərlər ki, anası qızı daha çox istəyər. Mənim arzum odur ki, mənim qızım oxusun, qutarsın. Lakin oğul, qız oğuldan yaxşı olar, qutarsın, getsin, heç olmasa özü üçün ələ qursun, getsin, yaşasın. Deyirəm ki, əmilərinin və dayılarının sözündən müəyyən nəfsə çıxardaraq, Sədi də bir neçə kəlmə desin. Görək ki, sözünüzə necə əməl edəcəksiniz. Mən bu məclisdən belə bir nəfsə çıxardaraq özümə söz verirəm ki, özümə öhdəçilik götürürəm ki, daha doğrusu. Bu il qəbul imtahanına gedən yerlimiz, kəndçimiz, bütün bu ilki məktəbimizin qurtaran yeni şagirdlərin əli məktəblərin ən yaxşısına qəbul olmaları üçün əlimdən gələn köməyi əsirgəməyəm. Deyirəm, əmisi Rəşid də bir neçə kəlmə qeyd etsin. Çox sağ olun, var olun ki, siz Sədini nəinki bu il keçəndə həmçinin qeyd elədik ki, yaxşı orta məktəbi təsəq qiymətlərlə qutardı və ali məktəbə əla qiymətlə qəbul oldu və bizi daha yaxşı sevindirdi. Mən arzu edirəm ki, onun balaca bacısı Fatma da bizi həmçinin belə sevindirsin. Sağ olun. Sağ olun. Sağ olun. Çox sağ olun.